Mən sizə botoks eləməmişəm də, amma. Xeyr, botoks etməlisiniz. Bu prosedurları etməlisiniz. Bir üzümə, Və bir o göz F5 altına. necə oldu üzünüzdə? O F5 adlanır. O etdiyiniz premium mezon. Bəyəndim, çox bəyəndim. Bəli, göz altını ümumiyyətlə bəyəndim. Çox gözəl. Yəni o problemim aradan qalxdı və uzun müddət etmirsiniz deyəsən 2 illik dediniz bir müddət çəkəcək. Yox, gözaltı o mən sizə elədiyim biodur, 6 aylıqdır onlar. Elə Bəli, Infinity-dir. Yəni mən hər zaman bunu söylərəm. O biolar düzdür. Gözaltı işıq dolğusunun effektini verir, dolğu deyil, amma gözaltı işıq dolğusu 2 il qalır. Biolar isə 6 ay qalırlar. əla. Yəni mənim heç bir narahatçılığım yoxdur hal-hazırda bundan bağlı. Dediyim kimi bir alın ortasını istəyirəm, balı gərilməni yığışdıram. Çünki batyaşku, Bu tobakan. botoksdur. Hə, bu botoksda yəqin ki, ancaq bu alın hissəmi, rovnu belə donmuş bir vəziyyət olmasın. Azacıq mimiklər qalsın, qaş qaldırma hissiyyat qalsın. Çünki pripatnik bu da, əgər məsləhətdirsə. Bir də üzümü ümumilikdə yenə də hamarlaşdırmaq, tonunu bərabər etmək üçün. Sizə mən ən gözəli, bax üzünüzə baxıram, elə istəyirəm demək ki, ən qəşəng kök hücrədir. Mən sizə Onu etmək istəməm. Keçən dəfə də siz mənə onu təklif etdiniz. Mən dedim, yox, siz mənə ondan sonra o birini etdiniz. Niyə kök hücrədən qorxursunuz? Və sizdən qabaq bir dənə pasiyent getdi, amma biz onun videosunu çəkmişik, üzünü qoymadı arxada. Yəni artıq 3-cü idi onda, sentyabrdan başlamışıq. Özü 2 illik kök hücrələrini elətdirib, o ikisi birində olan. Məsələn, mükəmməl idi dərisi, uşaq dərisi kimi, çox qəşəng, nəmlənir, parıldayırdı. Həqiqətən rəngi dəhşət gözəlləşmişdi, amma Hələ ki ona risk eləmirəm açığı, yəni özüm qorxuram. siz onda bu haqda oxuyun, amma yəni siz bilin ki, mən bunu yəni sosial şəbəkədə belə paylaşıramsa, bu uşaq cildindən alınan kök hücrədir, hazır gəlir, kodlaşdırılmışdır. Yəni bunlar artıq etaplardan keçiblər, nəticələri var. Yəni burada qorxulu bir şey yoxdur. Biri var heyvan mənşəli, biri var uşağın öz cildindən alınan, yəni bizim öz orqanizmimizdən bu uyğunlaşır. Ona görə mən yəni bunu dəfələrlə həmişə başa salıram, deyirəm siz gedib internetdə dində hər şey var, oxuya bilərsiniz bu haqda. Siz baxın, sizin bu üzünüzdəki problemi, o ikili kök hücrədən sonra siz mənə deyəcəksiniz ki, mənim üzüm mükəmməllidir, çox qəşəngdir, amma yenə də maraqlanırsınız. Yaxşı, mütləq. Bəs hal-hazırda nəsə etmək, çünki məndə pigment ləkələr yaranır, indi də var. Üzümdə nazik bir tonalli var, yəni onu silsəm hiss olunacaq, kölgə kimi pigmentasiya var. Onu yenə bərabərləşdirmək, poralarım var. Baxın, F5-i sevmişsiniz. F5-i sevmişsiniz. Hə, bu əgər F5 idisə, o İstəyirsinizsə onu da edin. Əgər onu sevmişsinizsə, onun da tərkibində 5 ingredient var, 5 dənə qatışı var. Yəni göstərə bilərəm. İstəyirsinizsə onu edin. Təkrar onu etmək vaxtımızdırmı? Yəni deyimsiz avqustun sonu etmisiniz bunu mənə. Əslində yəni bioların qorxusu yoxdur. Yəni bunlar da yeni deyirəm. Onların da protokol üzrə bio var ki 15 gündən birdir, bio var 3 aydan birdir, bio var 6 aydan birdir. Yəni heç bir etkisi qorxusu yoxdur. Əgər bu preparat sizə düşübsə, mən məsləhət görmürəm yeni bir preparata getmək. Hələ onu da eləyim sizə, yenə də ondan gözəl bir effekt görəcəksiniz. Anladım. Bu preparat bəli, mənə düşdü, allergiya falan da Bir dənə F5 verin.